Qarabağ işi var yoldaşlar. Qarabağda işlər var. Mən sizə Qarabağdakı işlərdən bir qismindən bəhs etmək istəyirəm. Fərqli yerlərdə işlər var. Zaten xatırlayırsınızsa bir müddət əvvəl mən sizə Şuşada olan işlərdən də bəhs etmişdim. Amma Qarabağdakı işlərdən mən sizə nəyi misal verə bilərəm? Misal üçün, STM üzrə mütəxəssis işi var Qarabağda. Qarabağ İqtisadi rayonunda, Northwest şirkətində. Sonra laborant işi var Qarabağ Universitetinin klinikasında. Sonra həmin yerdə ümumi cərrah işi var, həkim, travmatoloq, ortoped işi var orada. Sonra Ağdam rayonunda texniki ofis mühəndisi işi var, Makro 2000 şirkətində. Sonra mexanika mühəndisi işi var Qubadlı rayonunda, Amal qrupda. Sonra inspektor işi var Xocavənddə. Sonra texniki ofis mühəndisi işi var Xocavənddə, Northwestdə. Sonra başqa nələr misal vermək olar sizə? Ümumiyyətlə, yəni, burada o demək deyil ki, yoldaşlar, mən bu videoda sizə bəzilərini demədimsə, bu demək deyil ki, Qarabağda olan işlər ancaq bundan ibarətdir. Xeyr, o cür düşüncəyə qapılmayın. Sadəcə diqqət çəkən variantlarını seçib sizinlə paylaşıram. Məsələn, Xankəndində tibb bacısı işi var, Qarabağ Universitetinin klinikasında. Elə həmin yerdə keyfiyyətə nəzarət üzrə mütəxəssis işi də var. Sonra həmin yerdə tədris mühitinin təminatı və əməliyyat dəstəyi üzrə mütəxəssis işi var. Sonra İbtidai sinif müəllimi işi var Xankəndində yoldaşlar. Bu işlərə də müraciət etməkdə dəstək istəyirsinizsə, digər işlərlə də tanış olmaq istəyirsinizsə, bir daha deyirəm, işlər bu demək deyil ki, ancaq bu videoda sıralanan işlərdən ibarətdir. Xeyr, o düşüncəyə qapılmayın. Hər anın öz hökmü ola bilər, hər an yeni vakansiyalar ola bilər. Misal üçün, bu videonun hamısının içində mən sizə gördünüz, fikir verdinizsə, hamısını yerləşdirib deyə bilmərəm axı sizə. Videonun vaxtı da uzanır. Dediyim kimi, iş tapmaqda çətinlik çəkirsinizsə, onunla bağlı dəstəklərimiz var. Əlaqə saxlamaq üçün və yaxud da burada sadalanan işlərə müraciət etməkdə dəstək istəyirsə və yaxud da Qarabağda olan digər işlərlə də tanış olmaq istəyirsinizsə, Şərqi Zəngəzur İqtisadi rayonunda və yaxud da Qarabağ İqtisadi rayonunda o halda əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz əgər bu videonu YouTube-da görürsünüzsə, elə videonun adına baxsanız, diqqət eləsəz, orada olmuş olmalı əlaqə vasitəsi. Yox, əgər siz bu videonu TikTok-da görürsünüz, o halda bu videonun adının altında Toğrul Əzov sözü yazılıbdır. Həmin o sözü toxunaraq Toğrul Əzov adlı TikTok kanalına daxil ola bilərsiniz. Kanala daxil olduqdan sonra diqqət eləsəz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.